разные писать, тонким перышком в тетрадь. Учат в школе, учат в школе, учат в школе. Вычитать и умножать, малышей не обижать. Учат в школе, учат в школе, учат в школе. Вычитать и умножать, малышей не обижать. Учат в школе, учат в школе, учат в школе. К 4 прибавить 2, по слогам читать слова. Учат в школе, учат в школе, учат в школе. Книжки добрые любить и воспитанными быть. Учат в школе, учат в школе, учат в школе. Книжки добрые любить и воспитанными быть. Учат в школе, учат в школе, учат в школе. Находить восток и юг, рисовать квадрат и круг. Учат в школе, учат в школе, учат в школе. И не путать никогда острова и города. Учат в школе, учат в школе, учат в школе. И не путать никогда острова и города. Учат в школе, учат в школе, учат в школе. Про глаголы, про тире и про дождик на дворе. Учат в школе, учат в школе, учат в школе. Крепко-накрепко дружить, с детства дружбой дорожить. Учат в школе, учат в школе, учат в школе. Крепко-накрепко дружить, с детства дружбой дорожить. Учат в школе, учат в школе, учат в школе. Вчерашние дошколята в первый раз идут в первый класс. Первоклашки, первоклашки, первый прозвенел звонок. Первоклашки, первоклашки, первый начался урок. Первоклашки, первоклашки, вот учитель первый наш. Сел за парты первоклашек, первоклассный экипаж. Первые откроем тетрадки, первые напишем слова. Будут все отметки в порядке, если на плечах голова. Первоклашки, первоклашки, первый прозвенел звонок. Первоклашки, первоклашки, первый начался урок. Первоклашки, первоклашки, вот учитель первый наш. Сел за парты первоклашек, первоклассный экипаж.
Necə də illər keçdi, vaxt bitdi bir an. Bilmədik hara getdim, ötüşüb zaman. Hələ dünən uşaq idik, məktəbə gələndə. Əziz müəllimin üzünü görəndə. Bağlı qapıları o açdı bizə. Savad verdi müəllimim, borcluyuq sizə. Əlvida, əlvida, körpəlik əlvida. Vaxt ötür, il keçir, böyüyürəm mən daha. Əlvida, əlvida, körpəlik əlvida. Vaxt ötür, il keçir, böyüyürəm mən daha. Neçə kitablar gözləyir bizi. Kitab böyük məktəbdir, doğmadır bizə əziz. Elm bilik qazanmaq məqsədimizdir. Bilə-bilə ucalaq biz hər birimiz. Nurlu gələcək İlərdə bizi gözlər. Yenə minnətdarıq biz sizə müəllimlər. Əlvida, əlvida, körpəlik əlvida. Vaxt ötür, il keçir, böyüyürəm mən daha. Əlvida, əlvida, körpəlik əlvida. Vaxt ötür, il keçir, böyüyürəm mən daha.
Salam əziz uşaqlar, çox hörmətli qonaqlar, müəllimlər və valideynlər. Bilik gününə həsr olmuş tədbiri açıq elan edirik. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilir. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət himni səslənir. Bayraqlar gətirilir. Bugünün əlamətlər günü olduğunu bilirik. Xüsusən də birinci sinif şagirdləri üçün bugün xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlə hər birinizi təbrik edirik. Çıxış üçün sözü böyük bir kollektivin, Bakı Avropa Liseyinin şagird, müəllim, valideyn heyətinin məsuliyyətini çox layiqincə daşıyan, Bakı Avropa Liseyinin yaradıcısı, qurucusu, həyatının sözün əsl mənasında liseyə fəda edən, 34 ildir ki, Avropa Liseyinin adını daim zirvələrə qaldıran, şagirdlərə, liseyin müəllim kollektivinə xüsusi diqqət, qayğı və sevgi ilə yanaşan Bakı Avropa Liseyinin direktoru Zülfiyə xanım Veysovaya veririk. Çox sağ olun, çox böyük təriflər verdiniz. Ancaq mən hesab edirəm ki, hər bir burada olan şəxs bizim birincilərdən başlayaraq və müəllimlərimiz, bizim rəhbər işçilərimiz, bizim valideynlərimiz fədakar bir insanlardır. Mən sizi bax bu gözəl əlamətdar gününə ürəkdən təbrik edirəm. Doğrudan da biz bir ailə kimi yığışmışıq, gözəl bir hadisə üçün, ilk zəng üçün. İlk zəng uşaqlar, sizin üçün bəlkə də ən mühüm birinci hadisəniz olacaq, ən mühüm gün olacaq. Siz daima həyatınızı bax bu gündən bəlkə də izləyəcəksiniz və biləcəksiniz ki, sizin parlaq gələcəyiniz, mən çox ümid edirəm və inanıram buna, sizin parlaq gələcəyiniz bu gündən başlanır.
Mənə elə gəlir ki, biz bir neçə söz mən deyəcəm Bakı Avropa Liseyindən. Çünki hər kəs burada olan insan bilməlidir ki, onun həm böyük xoşbəxtliyi var ki, o bizim Bakı Avropa Liseyinin üzvüdür və eyni zamanda bu böyük bir məsuliyyətdir bizim dövlətimizin qarşısında. Çünki Bakı Avropa Liseyi bir məqsədlə yaradılmışdı. Azərbaycanın gələcəyinin təmin edilməsi üçün onun intellektual elitasını yaratmaq missiyasındaydı. Və mənə elə gəlir ki, artıq 32 ildən çoxdur ki, biz bu missiyanı yüksək səviyyədə həyata keçiririk. Bütün doğrudan da böyük bir fəlakətlər biz yaşadıq. 91-ci ildən 1-ci Qarabağ müharibəsi, 20-ci illərdə 2-ci Qarabağ müharibəsi, onların arasında çox çətin illər bizim dövlət yaşadı və biz bu dövlətlə birgə yaşadıq. Lakin mən fəxrlə deyə bilərəm ki, Bakı Avropa Liseyi bu illərdə heç bir ildə, bir gündə çökmədi. Biz öz bayrağımızı uca tutmuşuq. Biz Azərbaycanın bayrağını uca tutmuşuq. Niyə görə? Çünki biz elə bir uşaqları yetişdiririk ki, onlar oxumağı sevirlər. Onlar inkişafı sevirlər. Onlar gələcəkdə böyük bir məqsədlər qoyub, onlara nail olmaq həvəsindədirlər və iqtidarındadılar. Mənim qarşımda 11-cilər durub. Əziz 11-cilər, bu sizin üçün son birinci zəngdir. Lakin siz artıq bu yolu keçib, öz kiçik dostlarınıza yəqin ki, müəyyən öz tövsiyələrinizi, öz həyat təcrübəsindən tövsiyələr verəcəksiniz. Bakı Avropa Liseyi böyük bir nailiyyətlərə malikdir. Onları sadalamaq inanın ki, mümkün deyil. İstəsəm də, bax, bir saat mən danışa bilərəm. Lakin hamı bilməlidir ki, bu nailiyyətlərin yaradıcısı bizim Bakı Avropa Liseyinin müəllimləridir və onların köməkçisi olan valideynlər. Biz həmişə Bakı Avropa Liseyində valideyn-müəllim birliyi ilə bax, bu uca məqsədlərə nail olurduq. Və inanıram ki, yeni gələn bizim ailəyə qoşulan valideynlər də, uşaqlar da bir yerdə, bizim çox gözəl, səriştəli müəllimlərlə bir yerdə yeni nailiyyətlərə, daha yüksək zirvələrə qalxacaqlar. Uşaqlar, siz zirvələrə qalxmaq istəyirsiniz? Qalxacaqsınız? Onda dəvət edirəm mənim kabinetimə, medallarla, sertifikatlarla mən sizi şəxsən təbrik edəcəyəm. İnanıram ki, çox qısa müddətdə bunlar olacaq. Uşaqların xoşuna gəldi ki, direktor onları öz kabinetinə dəvət edir. Hörmətli, mən çox danışmaq istəmirəm. Mən bir söz demək istəyirəm ki, bütün bu gözəl binanın, bizim gözəl deməli imkanlarının əsas yaradıcısı kimdir? Bizim çox hörmətli prezidentimiz, bizim çox sevimli prezidentimiz İlham Əliyevdir. Çünki doğrudan da həmişə bu qayğını göstərən prezident bu məktəbin tikilişini də və bizə də bu açılışında öz deməli idarəsi altında eləyib və mən çox minnətdaram ona da, bütün dövlətə də ki, onlar doğrudan da yüksək səviyyəli təhsilə qiymət verib bizə bu gözəl şəraiti yaradıblar. Və mən hamımızı təbrik edirəm bu yeni gözəl bir tədris ili münasibəti ilə. Mən inanıram ki, bizim bu ilimiz daha da uğurlu olacaq, heç bir problem həlsiz qalmayacaq və uşaqlarımız bizi həm 11-cilər, siz hazırsınız bizi sevindirməyə. Siz 11-cilər deyirsiniz, siz birincilərsiniz, ancaq siz də hazırsınız. Ona görə mən sizə əvvəlcədən təşəkkür edirəm ki, siz varsınız
Mən sizi çox sevirəm və inanıram ki, siz də öz məktəbinizi, öz Bakı Avropa Liseyi ürəkdən sevəcəksiniz və öz həyatınızla bunu hər dəfə təsdiq edəcəksiniz. Yeni iliniz mübarək olsun. Çox sağ olun uşaqlar, müəllimlər, valideynlər. Hamınıza can sağlığı və uğurlar arzulayıram. Bugünkü tədbirimizdə çox hörmətli qonaqlar, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər müəllim Cəfərov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədr müavini Elçin müəllim Əliyev, Bakı Ağşəhər nümayəndəsi, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edir. İndi isə söz 1-ci sinif valideyni Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər müəllim Cəfərova verilir. Hörmətli mərasim iştirakçıları, hörmətli Zülfə xanım, əziz birincilər, əziz 11-cilər, əziz valideynlər, müəllimlər, sizin hamınızı bu gözəl gün münasibəti ilə, bilik günü münasibəti ilə 22 minlik Böyük Pedaqoji Universitet ailəsi adından təbrik edirəm. Sizə birincilərə qədəmləriniz mübarək olsun deyirəm. 11-cilərə bu həyatda Avropa Liseyi adının yüksəklərə daşınması arzumu bildirirəm. Arzu eləmək istəyirəm ki, onların bir hissəsi təbii ki, bizim universitetə daxil olsun. Müəllim olaraq cəmiyyətdə öz rolunu daha da yaxşı formada təsdiq eləmək imkanları olsun. Birincilər xoşbəxt uşaqlardılar. Mən bu məktəbə daxil olma prosesində bir balaca kənardan müşahidə etmək imkanı oldu. Gördüm hansı çətinliklərdən keçdilər, hansı bacarıqlar nümayiş elətdirdilər. Bu məktəbə daxil olan uşaqlar Azərbaycanın ən ağıllı gəncləri, ən ağıllı uşaqları sırasındadılar. Və mən çox inanıram ki, onlar bu bayrağı uca tutacaqlar və oxuduqları dövrdə Zülfiyə xanımın da dediyi kimi həmin o inkişafa aparan elitanın əsasında duran insanlar olacaqlar. Bu çətindir. Bu çətinliyi bunlar da aparacaqlar. Bu çətinliyi zaten məktəb kollektivi bu illər boyu öz çiyinlərində daşıyıb. Məlumdur ki, Azərbaycanımız ağır sınaqlardan keçib. O çətinliklər dövründə Azərbaycan məktəbi də o çətinliklərə bəzi hallarda belə axıra qədər dayanış göstərə bilməyib. Ancaq Avropa Liseyi, Bakı Avropa Liseyi bütün bu dövrlərdə o bayrağı yüksək tuta bilib. Bu kollektivin böyük uğurudur. Avropa Liseyinin tələbələri, məzunları bu dəqiqə xeyli sayda nümunələr vardı. Yaxşı ali məktəblərdə, Azərbaycanımızda və xaricdə təhsil alıblar. Həyatda öz yerlərini tutublar, cəmiyyətimizə layiqincə xidmət eləmək imkanları var. Bizim bu balaların əsas bugün bayramıdır. Onlar görürsünüz necə belə şövqlə cavab verirlər, himnimizi oxuyurlar. Allah sizləri saxlasın. Mən bu kollektivə müəllimli, şagirdli bu kollektivə uğurlar arzulayıram. Dünya sürətlə dəyişməkdədir. Burada yəqin ki, bu barədə çox danışmağın yeri yoxdur. Və həmin o dəyişməyin arxasında yox, önündə olmaqdan ötürü biliklərə yiyələnmək lazımdır. Onun da mərkəz yerlərindən biri Bakı Avropa Liseyidir. Mən həm liseyə, həm bunun şagird və müəllim kollektivinə uğurlar arzulayıram. Yolunuz açıq olsun. Əziz birincilər, Çıxış üçün söz Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi İmanov Pənah müəllimə verilir.
Xoş gördük sizləri. Əziz dostlar, əziz birincilər, əziz şagirdlər, valideynlər və əlbəttə ki, bu gözəl günləri bizə bəxş edən pedaqoqlar. Mən də sizi Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi adından, şəxsən Rafiq Quliyev adından bu gözəl gün münasibətilə, bu məktəbin ilk günü münasibətilə sizi təbrik edirəm, uğurlar arzulayıram. Xətai rayonu Azərbaycan təhsilinin inkişafında, Xətai rayonu təhsil məktəbləri həqiqətən də hər an həmişə birinci yerlərdədirlər. Biz ali məktəblərə qəbul olan uşaqların həmişə, hər il, neçə illərdə ardıcıl olaraq yalnız 650 və yuxarı nəticə göstərənləri çağırır. Çünki digərlərində həmişə bizdə o rəqəmlər çox böyük olur. Keçən il, 2 ili mən müqayisə edəcəm. Keçən il 61 nəfər idisə də 650 və yuxarı bal topla göstərənlər bu il oldu 82 nəfər. Və o cümlədən də Avropa liseyinin 7 məzunu ən yüksək bal 650 və yuxarı bal toplamaq ilə yüksək nəticələr göstərdilər 7 nəfərlə. Və bugün bir neçə gün bundan əvvəl rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildi və onlara xeyir-dua verildi, tövsiyələr verildi, hədiyyələr, diplomlar təqdim olundu. Azərbaycan təhsili ümumiyyətlə dünyada bu günləri sözün əsl mənasında özünə məxsus şəkildə öz yerini verir. Bu günləri Azərbaycan gənci bu sahənin yekunlarına görə, nəticələrinə görə dünyanı fəth edir. Dünyanın ən öndə gedən universitetlərinə Azərbaycan şagirdinə, Azərbaycan məzununun, gəncinin qəbul olması və oranı yüksək nəticə ilə bitirməsi bugün Azərbaycan gənci üçün sıradan bir şeylərdir. Artıq bizim gənclərimiz dünyanın ən mötəbər universitetlərində müəllim kimi, professor kimi fəaliyyət göstərirlər. Bugünləri dünyanın ən məşhur klinikalarında bizim gənclərimiz ən yüksək nəticələrlə həkim kimi fəaliyyət göstərirlər. Elm sahələrində, elm ocaqlarında, yəni NASA'dan tutmuş hər yerdə və bugünkü günü mən çox böyük bir şərəf ilə onu da deyirəm ki, biz elə Cəfər müəllim də, Cəfər Cəfərov da məndən əvvəl çıxış edən rektor, elə Zülfiyə xanım da biz hamımı Moskva Dövlət Universitetinin yetirmələri, onun məzunlarıyıq və bu da əlbəttə ki, ulu öndərimizin o vaxtları təhsildə hələ o dövrlər, Sovet dövründən Azərbaycan təhsilinin gələcəyinə verdiyi bir qiymət və onun nəticəsini bu günləri biz görürük. Azərbaycan gənci sözün əsl mənasında bütün sahələrdə biz sonuncu ən böyük sözümüzü 44 günlük müharibədə dedik. Torpaqlarımızı işğaldan azad elədik. Bu günləri Azərbaycan gənci ölkəmizin, yəni işğaldan azad olunmuş deməli ərazilərdə aparılan yenidən qurma, quruculuq, bərpa işlərində öz sözünü deyir. Biz hər addımımızda dünyanı təəccübləndiririk. O ki qaldı ölkəmizin rəhbərinə, bu günləri artıq dünya liderinə çevrilən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və son görüşləri də daxil etməklə adamın həyata keçirdiyi fəaliyyətə dünya səviyyəsində, dünya çapında bir qiymət verilməsi biz görürük. Hansı səviyyədə adam qarşılayırlar əsl bir lider kimi. Və sonuncu görüşlərdən biri də Trump'ın onu bir növ bir mesaj dedi ki, dünya bir mesaj verdi ki, dünyaya yeni bir dünya lideri gəlir. Biz bundan fəxr edirik, biz xalqımızla fəxr edirik. Ən əsası, bax, yetişən, məndən həmişə soruşanda deyirəm ki, ən gözəl mənzərə, dünyanın mənzərəsi nədir? Bax, yetişən bu gənclikdir. Ulu öndərimizin həmişə arzu elədiyi gənc buydu ki, gələcək gənclikdir deyəndə, bax, bunu görmək istəyirdi. Və bu günləri əlbəttə ki, yaddan çıxartmaq olmaz ki, birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevanın həm təhsilə, bütün sahələrə, o cümlədən də təhsilə xüsusi bir diqqəti vardı ki, yenə də bax bu yeni təhsil ocaqlarının açılması, yeni təhsil ocaqlarının əsaslı təmir olunmasıdır ki, bu illəri də Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə 59 saylı, Xətai rayonunda yerləşən 59 saylı məktəb
əsaslı şəkildə yenidən quruldu və bu günləri insanlarımızın, gənclərimizin istifadəsindədir. Bir daha məktəbin, liseyin kollektivinə, Zülfiyə xanım başda olmaqla bütün kollektivə uğurlar arzulayıram və sözün əsl mənasında yeni nailiyyətlər gözləyirik sizdən. Sağ olun. Əziz birincilər, heç də onlardan az həyəcan keçirməyən valideynlər. İbtidai məktəbdə təhsil aldığınız 4 il müddətində sizi böyük qayğı və nəvazişlə əhatə edən, uğurlarınıza sevinən, problemlərinizin həllinə ustalıqla yanaşan daha bir xanıma, Bakı Avropa Liseyinin ibtidai siniflər üzrə direktor müavini Aygün xanım Məcidovaya söz verilir. Təşəkkür edirəm. Mənim əzizlərim, bugün çox möhtəşəm bir gündür. Hamınızın üzündə sevinç görürəm, xoşbəxtlik görürəm. Bugün Bakı Avropa Liseyinin həm müəllimləri, həm valideynləri sevinir və demək olar ki, sanki Bakı Avropa Liseyinin həyəti də sevinir. Çünki sizin kimi körpə, gözəl uşaqlar bugün bura qədəm qoyursunuz. Yolunuz açıq olsun, gözəl balalar. Hamınıza uğurlar arzu edirəm. Əziz 11-cilər, sizə uğurlar arzu edirəm. O gün olsun ki, sağ-salamatçılıqla son zənginizi burada qeyd edəsiniz. Necə ki, siz indi bugün birinciləri qarşılayırsınız, son zəngdə inşallah ki, birincilər də sizi yola salarlar. Möhtəşəm ilk zənginiz mübarək, əziz birincilər, əziz müəllimlər, əziz valideynlər. Çox sağ olun. Söz liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirzəyevə Ülkər xanıma verilir. Əziz şagirdlər, hörmətli valideynlər, dəyərli qonaqlar, hər birinizi bilik gününün başlanması münasibəti ilə, yeni tədris ilinin başlanması münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizə uğurlar arzulayıram. Əziz birincilər, siz artıq həyatınızın ilk və ən möhtəşəm uğurunu qazanmışsınız. Siz artıq Bakı Avropa Liseyinin şagirdisiniz. Hər birinizə bu çətin, məsuliyyətli və çox maraqlı yolda uğurlar arzulayıram. Əziz 11-cilər, sizin də liseyimizdə olan son dərs iliniz uğurlu və əminəm ki, çox yadda qalan keçəcək. Çox danışıb vaxtınızı almaq istəmirəm. Bugün söz düşünürəm ki, birincilərindir. Təbrik edirəm, uğurlar. Söz liseyin İKT üzrə direktor müavini Əliyarzadə Rahilə xanıma verilir. Əziz və sevimli balalarımız, əziz birincilərimiz, sizi ürəkdən təbrik eləyirəm. Bol-bol nailiyyətlər arzulayıram. Yeni tədris ilində hər zaman sizə baxaq, sevinək, qürur duyaq. İnşallah o gün olsun ki, siz də bax bizim o tərəfdə dayanan 11-ci siniflərimiz kimi siz də orada dayanasınız. İnşallah o gün olsun ki, siz beynəlxalq arenada həm Azərbaycanımızı yüksək səviyyədə təmsil edəsiniz, həm çoxlu medallar, sertifikatlar əldə eləyəsiniz. Və biz də bu işdə müəllimlər olaraq sizə dəstək göstərək. Mən valideynləri də ürəkdən təbrik eləyirəm. Qürur duyuruq ki, bizim birincilərimiz ilk qədəmlərini atırlar. Yeni tədris iliniz mübarək olsun. Bir daha hamınızı təbrik eləyirəm. Yeni bol-bol nailiyyətlər arzulayıram. Əziz birincilər, şagirdlərin ikinci anası sinif rəhbəridir. Evdə analar, məktəbdə sinif rəhbəri uşaqları öz qanadının altına alıb himayədarlıq edir. Bu insanların əziyyətini danmaq olmaz. Quliyeva Aynur xanım, Səfərova Yaqut xanım, İsmayıllı Fatma xanım, İsmayılova Zeynəb xanım, Rəhmanova Nigar xanım, Qasımova Nərminə xanım bu il öz birincilərini səbirsizliklə gözləyir. Bugünkü gün onlar da sizə bir müəllim, qayğıkeş bir ana kimi öz ürək sözlərini çatdırmaq istəyirlər. Beləliklə, birinci sinif müəllimlərini dəvət edirik. Buyurun, əziz birinci sinif müəllimləri. Hörmətli müəllimlər, sizi gözləyirik. Əziz balalar, bugün sizin həyatınızda
unudulmaz bir gündür. Bu günü siz səbirsizliklə gözləyirdiniz və nəhayət həmin gün yetişdi. Siz artıq məktəblisiniz. Bakı Avropa Liseyinin şagirdlərisiniz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm. Uğurlarınız bol olsun, canınız sağlam olsun və hər zaman bizi və valideynlərinizi öz nailiyyətlərinizlə sevindirin. Bir daha bayramınız mübarək. Yeni tədris iliniz uğurlu olsun mənim əzizlərim. Дорогие мои первоклассники, поздравляю вас с первым вашим днем знаний и началом учебного пути. Сегодня вы переступили порог лицея, волшебной страны, где вас ждут удивительные открытия, интересные уроки и тысячи новых друзей. Пусть каждый день приносит вам смех, радость и новые знания. Успехов вам, мои родные! Əziz birincilər, Bakı Avropa Liseyinin adını qazanmış gözəl balalar, hamınızı təbrik edirəm. Mənim gözəl şagirdlərim, 1A2 sinfinin şagirdləri, bilik gününüz mübarək, dərs iliniz uğurlu olsun. Bugündən etibarən mən sizinlə birlikdə elmin əsaslarını öyrənməyə başlayacağıq. Biz təkcə bilik öyrənməyəcəyik sizinlə. Biz sizinlə hər gün yeni bir kəşfin sevincini yaşayacaq. Gözəl dostlar tapacağıq. Gözəl müəllimlərdən gözəl dərslər alacağıq. Uğurlu olsun, yolunuz açıq olsun. Bakı Avropa Liseyinə xoş gəlmisiniz. Əziz və hörmətli valideynlər, müəllimlər, 11-cilər və bugünün əsas səbəbkarları olan birincilər. Sizi hər birinizi təbrik edirəm. Yeni tədris iliniz uğurlu olsun. Əziz birincilər, sizin bugününüz məktəb həyatına ilk qədəmlərinizdir. Sizə bu yolda yalnız və yalnız yüksək nailiyyətlər və uğurlar arzu edirəm. Дорогие первоклассники, родители и гости, хочу поздравить первоклассников с этим новым этапом взросления и хочу пожелать им много-много везения и удачи в этом учебном году. Спасибо. Dəyərli Bakı Avropa Liseyinin üzvləri, hər birinizi salamlayıram. Biz qalib ölkənin qalib vətəndaşları olaraq Bakı Avropa Liseyinin çox böyük ailədir və bu ailənin üzvü olaraq çox qürur duyuruq. 1A2 sinifi bütün şagirdlərimi təbrik edirəm. Elm ən gözəl yoldur təhsil üçün. Təhsil yolunuzda sizə uğurlar arzulayıram. Kiçik addımlarla böyük uğurlara doğru. İndi isə elə ilk gündən xüsusi istedadlarını, bacarıqlarını nümayiş etdirməyə can atan birincilər. Əziz və sevimli balalar, indi isə səhnə sizindir. İlk olaraq 1A1 sinfi çıxış edir. Həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Azerbaycan adın oddur, özün ışık, sözün ışık. Bizdə sənin bu müqəddəs
torpağından boyatmışım. Azerbaycan adın oddur, Azerbaycan adın oddur. Özün ışık, sözün ışık. Bizdə sənin bu müqəddəs, torpağından boyatmışım. Sən bizim bu dünyada mesleğimiz, amalımız, yolumuza ışık saçsın, ulduzumuz, hilalımız. Sen bizim bu dünyada mesleğimiz, amalımız, yolumuza ışık saçsın, ulduzumuz, hilalımız. Azerbaycan, 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 Azerbaycan. Kardeşlikdir şuarımız, biz həmişə el tutarıq. Düşmən bizə el uzatsa, düşmənliyi unudanır. Bu torpaqda, bu diyarda, dünən vardıq, bugün varıq. Biz geçmişə güvendikçe, geleceğe adımları. Şehitlerin kanıyla yoğruluptur torpağımız, kalbimizde dalgalanır. Bu üç renkli bayrağımız gönlümüzde bir vahittir. Güneyimiz, güzeyimiz, vatan bizim namusumuz. Biz vatanın vatanda biz. Azerbaycan, 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 Azerbaycan. Gönlümüzde bir vahittir. Güneyimiz, güzeyimiz, vatan bizim namusumuz. Biz vatanın vatanda biz. Azerbaycan, 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 Azerbaycan. Aferin uşaqlar, çok güzel çıxış elədiniz. İndi isə səhnə bir R1 sinifinindir. They say, oh my gosh, I see the way you shine. Take your hand, my dear, and place them both in mine. You know you stopped me dead while I was passing by. Now I'm back to see you dance just one more time. Ooh, I see you, see you, see you every time. And on my eye, I like your style. You make me wanna cry. And now I'm back to see you dance just one more time. So I say,
burdadır. Səhnə 1A2 sinifinindir. En güzel, ey dostum sen de gel, koşul bizim desteğe. Gel bilek el ele, bu doğan depremin, çıkar senle seninle. Böyle güneş yine nur saçır, geleceğe yol açır. Uşaklara gülme yaraşır, arzular aşık taşır. Çalışa durmaya, dünyaya ses alan, seve yana torpağı. Bir yaban yaşaya, çekilsin bu hayat, okuyan bu mahnını. Böyle güneş yine nur saçır, geleceğe yol açır. Uşaklara gülme yaraşır, arzular aşık taşır. Hemmelik ekmeğe, birlikte iş görek, zirvelere yükselek. Hele biz bir alim, bir hekim, müellim olmak için telesek. Böyle güneş yine nur saçır, geleceğe yol açır. Uşaklara gülme yaraşır, arzular aşık taşır. Bu yerler, bu sema, en aziz, en doğma, sevilik yurdumuzun. Yok olur benzeri, şehirler, kentlerin, açıp bize koynunu. Gülle güneş yine nur saçır, geleceğe yol açır. Uşaklara gülme yaraşır, arzular aşık taşır. Ey anam torpağım, imkanım, dayağım, dalgalansın bayrağım. Şöhretin dillerde, fəxredin səninlə, Azərbaycanım anı. Gülle güneş yine nur saçır, geleceğe yol açır. Uşaklara gülme yaraşır, arzular aşık taşır. Arzular aşık taşır, arzular aşık taşır. Bütün arzulara nail olasınız uşaqlar. Çok güzel çıxış elədiniz. Səhnə 1R2 sinifinə verilir.
Bravo. Malatsı. Səhnə 1A3 sinifinindir. Aferin, güzel çıkış elədiniz uşaqlar. Son çıxış üçün səhnə 1R3 sinfinə verilir. С будущим сплелись. Евролицей так гордо возвышаясь, растит талант и развивает ум, несет Европе мудрость из Баку. Евролицей очаг святых чудес, от красоты твоей теряется дар речи. Тут эти словно звезды зажжены, успехи их слышны со всей планеты. И каждому ты открываешь.
искренне сияют добротой. Учителя откроют столько знаний. Евролицей, ты для меня святой. Здесь ярче звезд ученики сияют. Пусть процветает наш Евролицей, в покой символ знаний и успеха. Евролицей, тебе ведь равных нет. Ты всех вершин заслуженно достоин. Добро пожаловать в Бакинский европейский лицей «Пространство созидателей будущего». Bakı Avropa Liseyi, geleceği yaradanların mekanıdır. El çalın hamımız Avropa Liseyine. Əla çıxışlar, çox barlar. Bir də hamıya alqışlayaq. Afərin uşaqlar, afərin müəllimlər. Hörmətli, əziz uşaqlar, hörmətli valideynlər. Bizdə indi bizim aramızda, burada bizim məzunlarımız var. Həmişə müəllimlər öz məzunlara, öz şagirdlərə baxıb sevinirlər, fəxr edirlər. Bugün bizim məzunlarımız bura bizə, Bakı Avropa Liseyə, müəllimlərə, öz uşaqları etibar eləyiblər. Mən onları səhnəyə dəvət eləmək istəyirəm. Bu onlar üçün böyük sürprizdir. Məmməd Ağa, İbrahim, Nərmin, Nəriman. Belki mən kiminsə adını çəkməmişəm, gəlin bura. Bir dənə sualım var. Niyə görə siz uşaqları bizə gətirmişsiniz? Nərmiş, haradasən? Cevap verin suala. Niye göre getirmişsiniz? Çünkü On il əvvəl buranı qutaranda, yəni elə düşündüyümüz o idi ki, yoldaşımla bir yerdə buranı qutarmışıq, məzunlarıyıq. Nərgiz. Nərgiz, belki kimsə unuttum uşaqlar, bağışlayın, heyecanlıyım. Nərgiz. Bir de Gülara Hanım'ın da oğlu buradadır. Sizi de dəvət eləyirik. Gülara Hanım'ın oğlu. Yoldaşımla yəni ikimiz də bu məktəbi məzunuyuq. Elə qutaranda elə dedi ki, yəni uşaq inşallah məktəbi də bizim kimi qutarmalıdır. İnşallah buranı məzun olmalıdır. В первую очередь хочу выразить благодарность всем. Наши детки, первый класс это очень сложно. Сабинхам, вам, Зульфияхам, вам и всем остальным. Нарминахам, вам в том числе. Niye bura, niye lisey? Sualın cevabı əslində çox genişdir. Yəni hazırda uşaqlar da yorulub çox vaxt almamaq şərtilə. Sadəcə olaraq həqiqətən buranın digər məktəblərlə nisbətdə məhz həqiqətən də yüksək səviyyəli təhsil və gələcəyin qurulması istiqamətində atılan addımları vazkeçilməzdir. Səbəb budur. Əziz valideynlər, hamınızı təbrik edirəm əvvəla. Sualın cavabı bir dənədir. Bu məktəbdən mənim fikrimcə, mənim ailəm fikrimcə
yaxşısı yoxdur. Biz nömrə 1-ik, olmuşuq, indi eləyik, elə də olacaq. Çox sağ olun. Çok sağ olun uşaqlar ki doğrudan. Kimse var yemin gel. Наши дети непосредственные, heç nədən utanmırlar. Hamını bir daha təbrik edirəm. Niyə məhz lisey? Çünki lisey həmişə liseydir. 34 ildir. Öz səviyyəsini, öz liderliyini qoruyandı. Nömrə birlərdəndir və inanıram ki bundan sonra da Bakıda, nə Bakıda, ümumiyyətlə Azərbaycanda və Avropada nömrə top 100 məktəblərdən biri olacaq. Təbrik edirəm hamını. Çok sağ olun uşaqlar doğrudan ki siz bizim fəxrimizdir. Hər bir bizim məzunumuz bizim fəxrimizdir. Və bizim dəyəri əgər bilmişsinizsə, bura gətirmişsinizsə, biz də çalışarıq doğrudan da siz bəlkə də təəccüblənəcəksiniz. Bizim vaxtımızda belə olmayıb, nə yaxşı indi var. O sözləri mən eşitmək istəyərdim. Çox sağ olun ki varsınız və mən sizi ürəkdən təbrik edirəm. Mən də deyim. Hər bir gəncliyi yetişdirən pedaqoqun, müəllimin ən gözəl arzularından birisi odur ki, məsəl üçün mən də vaxtilə Xarici Dillər Universitetində dərs demişəm, illər keçibdi. Bir də görsən biri rast gəlib, falan müəllim, salam, necəsiz, nə tərsiz? Mən sizin tələbəniz olmuşam. Yəni, bu çox böyük bir xoşbəxtlikdir. Niyə görə, belə deyək də, Avropa liseyini seçmişsiniz? Ona görə ki, buranın direktoru Zülfiyə xanımdır. Azərbaycan pedaqogikasına özünün böyük, belə deyək də, təcrübəsi və böyük bir töhfələri olan bir insanın. Qaldı ki, bu məktəb digərlərindən seçilir, gəlin belə deməyəyim. Bizim məktəblər, ümumiyyətlə Azərbaycan təhsili bu günləri o qədər güclü səviyyədədir ki, hər bir sıradan məktəblərimizdə də çox güclü uşaqlarımız vardı. Birini Zülfiyə xanım istəmədi, öz məktəbində qalmaq istədi. 8-ci sinif uşağı bu günləri Kamran İmamovdan müəllimlik diplomu alıbdı. Yəni, 2 rəqəmli funksiyanı, nə bilim, nəysə də bir düstur icad edib və davam eləyir. Ona görə də bütün təhsilimiz ən yüksək səviyyədədir. Çünki ona dövlət qayğısı var. Avropa liseyi isə öndə gedənlərdən birisidir. Mən uğurlar arzuyuram hər birinizə. Təşəkkür edirəm. Burada hər bir insanın öz subyektiv hissləri var. Və mən çox şadam ki, biz sizin üçün birinci yerdəyik. Təşəkkür edirəm. Çox sağ olun sizə və sizin uşaqlarınıza böyük uğurlar arzulayıram. Fəxr edəsiniz onlarla. Çox sağ olun, sağ olun. Çox sağ olun ki, varsınız. Beləliklə tədbirimizin ən məsuliyyətli hissəsinə gəlib çatdıq. İlk zəng bizi seyirli bir dünyaya, doğma sinif otaqlarına, sevimli və qayğıkeş müəllimlərimizdən elmlərin aşarını təhsilim alıb, biliklərə yiyələnməyə səsləyən zəng. Bu dəqiqələrdə səslənəcək zəng Bakı Avropa Liseyində 2025-2026-cı təhsil ilinin başlamasını ifadə edəcəkdir. İlk zənginiz uğurlu olsun, əziz balalar.
mübarek olsun. 11'ciler, sizin güzel iliniz olacak. Son zenginizi de göreceğiz. İndi ise birinci gün yeni tədris ilinin. Təbrik eləyirəm hamınızı. İndi isə ənənəmizə sadiq olaraq Bakı Avropa Liseyinin himni səslənir. İsteyanlar yurdudur boynum bucağı. Her bucağın nurludur yanar ocağı. Adım adım zirveye ucalır adım. Adını biz şerefiyle yaşatalım. Bir şanlı ordu gibi biz seni koruyalım. Sana sadık kalalım, kocalmaya doymayalım. Avrupa Liseyimiz, emrilik menbeimiz, göğünen yüreğimiz, en büyük dileğimiz. Avrupa Liseyimiz, emrilik menbeimiz, göğünen yüreğimiz, en büyük dileğimiz. Məğrur evladlarıyıq Azərbaycanın, xoşbəxt uşaqlarıyıq biz bu cahanın. Yüreğim nüfuzuna hörmət edərik, Avropa Liseyini qəlbən sevərik. Bir şanlı ordu kimi biz səni qoruyarıq, sənə sadiq qalarıq, qocalmağa doymarıq. Avropa Liseyimiz, emrilik mənbəyimiz, göğündən ürəyimiz, ən böyük diləğimiz. Avropa Liseyimiz, emrilik mənbəyimiz, göğündən ürəyimiz, ən böyük diləğimiz. Gördüm ki yalnız uşaqlar yox, valideynlər də himnimizi bilir. Eşq olsun sizə. Yenidən birinci sinifə valideynlər yəqin ki artıq olub bizim məktəbdə. Acaba bu yeni bir gəlişdir. Uşaqlar xoşbəxt olasınız. Bizim Bakı Avropa Liseyində. Onu sevəsiniz və qoruyasınız. Çox sağ olun. Yeni iliniz mübarək olsun.